8:20-də Vağzalda layihəsi vasitəsilə biz sizə Abşeron dairəvi dəmir yolu xəttinin stansiya, dayanacaq və vağzallarından bəhs etdik. İndi isə sıra bölgələrimіздədir. Kürdəmir stansiyasına gedirik. Diyar diyar dikəhliyin sonağına, könlüm düşüb diyar diyar dikəhliyin sonağına, mən yalvardım o qomağına. Pandemiya zamanı Kürdəmir istiqamətinə səfərlər ləğv edilmişdi. O vaxtlar Bakıdan Kürdəmirə 3 saat 11 dəqiqə çatma olurdu qatar vasitəsilə. 18 aprel tarixindən isə 2 saat 11 dəqiqəyə Bakıdan Kürdəmirə çatmaq mümkündür. Qiymətlər isə 11 manat 10 qəpikdən başlayır. Kürdəmir stansiyası Azərbaycan dəmir yollarının xəritəsində mərkəzi düyün nöqtələrindən biri kimi təsəvvür. Tarixən bu stansiyadan həm ticarət, həm də hərbi logistika məqsədləri üçün geniş istifadə edilib. Hazırda da Kürdəmir stansiyası mərkəzi Aran rayonlarına yaxın olduğu üçün digər rayonların sakinləri də məhz bu stansiyadan geniş şəkildə istifadə edir. Kürdəmir dəmir yolu stansiyasının yaranması 19-cu əsrin sonlarına təsadüf edir. 1883-cü ildə Bakı-Tiflis xətti istifadəyə verilən zaman artıq Kürdəmir də fəaliyyətə başlamışdı. Gecə səhərə qədər də qatarlar burada hamısı dayanırdı. Demək olar ki, 5-6 qatar Gəncə istiqamətində, eyni ilə həmən istiqamətdə, Bakı istiqamətində də sərnişin qatarlarından cəmaət çox xoşla istifadə edirlərdi, həvəslə. Bizim su başlısı var, qüllə deyirlər. Yəni ki, o başlıdan Kürdəmirdə 2 yerdədir. Mən yadıma da gəlir, paravozlar burada dayanırdı Kürdəmirdə. Paravoz istifadə olunanda hələ. Mən onda cavan idim, yeniyetmə idim. Ben 71-ci ildən dəmir yolundayım. O qatarlar, paravozlar burada dayanırdı. O qatarlara həmən bu qüllədən də, yəni ki, su olaraq vurulurdu. Qatar da su ilə parla işləyirdi. Kürdəmir dəmir yolu stansiyası yalnız nəqliyyat nöqtəsi deyil, həm də strateji bir əhəmiyyətə malik idi. 1918-ci ildə stansiya ətrafında döyüşlər baş verib. Qafqaz İslam ordusu stansiyanı nəzarətə götürərək Bakı istiqamətində üstünlük qazanıb. (8:20-də Vağzalda layihəmizdə bu dəfə Kürdəmir dəmir yolu stansiyasından danışdıq. Növbəti dəfə növbəti stansiyada görüşmək ümidi ilə. Hələlik. Ayrılığı birdən imiş, sən uzaq yaşılada. Ayrılığı birdən imiş, sən uzaq yaşılada. Sən uzaq yaşılada.